Salamlar. Maliyyə 101 dərsinin 9-cu mühazirəsinə baxırsınız. Biz bu mühazirədə qiymətləndirmə üsullarından danışacağıq. 6-cı dərsdə müxtəlif maliyyə instrumentlərindən, onların sinifləndirilməsindən danışmışdıq. Qiymətləndirmə üsulları dərsində isə müxtəlif maliyyə siniflərində, asset klasslarda olan instrumentləri necə qiymətləndirmək olar və yaxud da necə dəyərləndirmək olar, bu haqda biraz danışacağıq. Qiymətləndirmədən danışmazdan əvvəl gəlin biraz qiymət və dəyər arasında fərqdən danışaq. Çünki maliyyənin əsasında məhz bu fərq dayanır. Nədir qiymət? Qiymət hazırki alış-satış dinamikası əsasında müəyyənləşən bir ədəddir. Yəni bir əmtəni, bir səhmi, bir xarici valyutanı alanlar var və satanlar var. Alanlar çoxaldıqca qiymət qalxır, satanlar çoxaldıqca qiymət düşür və bir qiymət müəyyənləşir ki, hamı da bu qiyməti görür. Dəyər isə daha subyektivdir. Məsələn, bir səhmin bazar qiyməti $100 ola bilər, amma siz onu araşdıra bilərsiniz, analiz edə bilərsiniz. Və bu qənaətə gələ bilərsiniz ki, dəyəri əslində $100 deyil, $120-dir. Əgər hamı sizin kimi düşünməyə başlasa, onda alanlar çoxalacaq. Yəni hamı düşünsə ki, bunun qiyməti $100 deyil, $120-dir. Alanlar çoxalacaq və qiymət $120 doğru istiqamətlənəcək. Ona görə də biz slaydda yazmışıq ki, dəyər haqqında fikirlər zaman keçdikcə qiyməti müəyyənləşdirir. Və tərsinəsi baş verə bilər. Qiymət $100-dir, amma siz belə fikirləşirsiniz ki, onun qiyməti əslində $40 olmalıdır. O zaman onu satanlar çoxalacaq və qiymət də $100-dan $40 doğru yönələcək. Gəlin indi müxtəlif maliyyə instrumentlərinin qiymətləndirilməsinə baxaq. Başlayaq istiqrazlardan. Biz istiqrazlar haqqında biraz danışmışdıq və xatırladım ki, istiqrazlar adətən rüblük, yarım illik və yaxud da illik kupon verirlər. Bunu sanki faizə bənzədə bilərsiniz. Yəni ümumiyyətlə istiqrazı kreditə bənzətsəz, bu zaman kupon da orada verilən faizə bənzəyir. Burada nə görürük? Biz 5% kupon görürük, yəni məbləğin 5%-i qədər hər il ödəniş olur və 3 illik istiqraz olduğu üçün 3 ilin sonunda yatırmış olduğumuz məbləğ də bizə geri qaytarılır. İngilis dilində buna par value deyilir. Bu istiqrazın qiymətləndirilməsi üçün indi biz illik istiqraz götürmüşük, yəni illik 5% kupon verilir. Əgər siz $100 yatırmısınızsa, hər il $5 isə kupon gəlir. Birinci il $5, ikinci il $5, üçüncü il $5 və yatırmış olduğunuz $100. Bu istiqrazın qiymətləndirilməsi üçün biz bu kupon ədədlərini və 3-cü ildə bizə geri qayıdacaq $100 indiki dəyərini müəyyənləşdirməliyik. Biz indiki dəyər haqqında 5-ci mühazirədə danışmışdıq. Xatırlayırsınızsa biz təməl maliyyə anlayışlarına danışmağa başlayan zaman indiki dəyərdən danışmışdıq. Və istiqrazın da qiyməti, istiqrazın da dəyəri bu hər il verilən kuponlar və bizim yatırım məbləğimizin indiki dəyəri olmalıdır. Burada da sual yaranır ki, biz həmin bu məbləğləri indiki zamana gətirərkən hansı faiz dərəcəsindən istifadə edək? Bu faiz dərəcəsi 5% mi olmalıdır, 6 mı olmalıdır, 4 mü olmalıdır? Bu isə artıq istiqrazın riskindən asılıdır ki, bu haqda da maliyyənin subyektiv hissəsinə daxil olur. Əgər siz belə fikirləşirsinizsə ki, bu şirkət istiqrazını alacağınız şirkət risklidir, o zaman faiz 5-dən daha çox olacaq və qiymət də 100-dən az olacaq. Yox, fikirləşirsinizsə ki, bu şirkətin əslində riski azdır, o zaman siz daha az faiz burada tələb edəcəksiniz və qiymət də o zaman 100-dən daha çox olacaq. İndi biz biraz arbitraj anlayışından danışaq. Arbitraj bir səhmin qiyməti bir bazarda digər bazardakından kəskin fərqlənərsə, ucuz bazarda səhmə tələb qalxacaq və bu qiymət artımına səbəb olacaq. Arbitraj odur ki, məsələn,
eyni bir şirkətin səhmi həm Kanadada, həm Amerikada trade olunursa, ticarət olunursa, o zaman o qiymətlər bir-birinə bərabər olmalıdır. Xarici valyutanı təbii ki, nəzərə alaraq. Əgər nəyinsə qiyməti Kanada bazarında 100 dollar, Amerika bazarında isə 95 dollardırsa, o zaman siz onu gedib Amerika bazarında 95 dollara alacaqsınız və gəlib Kanada bazarında 100 dollara satacaqsınız. Bu zaman nə baş verəcək? Amerika bazarında tələb qalxacaq, 95 dollar daha yuxarı qalxacaq, qiymət yuxarı qalxacaq. Kanada bazarında isə satış çoxaldığı üçün qiymət 100 dollardan aşağı düşəcək. Və qiymət hardasa 95 və 100 dolların arasında hər iki bazarda sabitləşəcək ki, bu da arbitraj anlayışının izahıdır. Bundan başqa qiymətləndirmədən danışarkən biz mütləq və nisbi dəyərləndirmə anlayışlarından danışmalıyıq. Nə yazmışam slaydda? Bu mütləq qiymətləndirmə səhmin ayrı-ayrılıqda, nisbi qiymətləndirmə isə oxşar səhmlərə baxaraq qiymətləndirilməsidir. Mən burada əsasən səhm qiymətləndirməsindən danışıram, amma oxşar şey digər əmtələrdə də tətbiq oluna bilər. Mütləq qiymətləndirmə nədir? Biz bir səhm götürürük, bir şirkət götürürük. Təbii ki, səhmi qiymətləndirmə şirkətin qiymətləndirilməsidir. Bir şirkət götürürük və onu analiz etməyə başlayırıq. Bu şirkət nədən pul qazanır, necə pul qazanır, vəziyyəti gələcək 3-5 ildə necə dəyişəcək, onun istehsal etdiyi məhsula tələb qalxacaqmı, düşəcəkmi, bunu analiz edirik və ayrı-ayrılıqda şirkət üçün bir dəyər müəyyənləşdiririk. Sonra həmin dəyəri bazardakı qiymətlə müqayisə edirik. Əgər bizim fikrimizcə dəyər qiymətdən aşağıdırsa, həmin səhmi alırıq. Və çünki biz belə hesab edirik ki, bazar hələ bu şirkətin dəyərini başa düşmür. Və zaman keçdikcə inanırıq ki, dəyərlə qiymət bir-birinə uzlaşacaq. Yəni dəyər indi aşağıdır, qiymət daha yuxarıdır və biz belə hesab edirik ki, dəyər də qiymətə doğru yuxarı qalxacaq. Bu şirkətin səhminin və şirkətin özünün mütləq qiymətləndirilməsidir. Nisbi qiymətləndirmə isə biz götürürük bir şirkəti və həmin şirkətin oxşar şirkətlərlə müqayisəsini aparırıq. Məsələn, informasiya texnologiyası sahəsində olan şirkətdirsə, başqa oxşar bu sahədə olan şirkətlərə baxırıq və onları bir-birinə nəzərən qiymətləndiririk. Növbəti slaydlarda biz buna nümunələr verəcəyik. Amma bunu başa düşün ki, mütləq qiymətləndirilmə şirkətin, səhmin, hər hansı bir əmtənin ayrı-ayrılıqda qiymətləndirilməsidir. Nisbi qiymətləndirilmə isə mütləq qiymətə gəlmədən 2-3 şirkəti müqayisə edərək gəlmiş olduğumuz qiymətləndirilmədir. Səhmin mütləq qiymətləndirilməsinə bir nümunə verək. Demək, slaydda yazılıb. İstiqrazı kuponları olduğu kimi, bəzi səhmlər də investorlara dividendlər ödəyirlər və nəzəri olaraq oxşar dəyərləndirilmə tətbiq oluna bilər. Demək, biz istiqrazın kuponlarından danışdıq. Bax, bu slaydda dedik ki, istiqrazı saxladığımız zaman faizə bənzər hər il və yaxud da hər yarım il, hər rüb bizə kuponlar gəlir və ilin sonunda bizim yatırımımız bizə geri qaytarılır. Səhmlərdə oxşar dividendlər olur. Bəzi şirkətlər var ki, hər il və yaxud da hər rüb, hər yarım il öz investorlarına müəyyən məbləğ qazancdan pul ödəyirlər ki, bu ödənilmiş pula dividend deyilir. Dividend şirkətin öz investorlarına geri qaytardığı puldur. Və biz oxşar qaydada, necə ki, istiqrazı qiymətləndirərkən müxtəlif bu kuponların indiki dəyərini hesabladıq, oxşar qaydada əgər bir şirkət dividend ödəyirsə, yenə həmin o dividendlərin indiki dəyərini hesablayıb şirkətin mütləq qiymətləndirməsini apara bilərik. Amma problem odur ki, heç də hər bir şirkət dividend ödəmir. Yəni, dividend ödəmək bir məcburiyyət deyil. Bu sadəcə şirkətlər oturmuş fazaya gəldikləri zaman, o zaman ki, artıq görürlər ki, pulu geri biznesə yatırmağa elə də şərait yoxdur və yaxud da yaxşı imkanlar yoxdur. O zaman dividend kimi pulu geri ödəyirlər investorlara. Amma heç də hər bir şirkət bu dividendi ödəmir. Ona görə də mütləq qiymətləndirməni dividend üsulu ilə heç də həmişə aparmaq olmur. Ona görə səhmin alternativ qiymətləndirməsi kimi biz pul axımını götürə bilərik. Yəni, şirkət dividend vermirsə, biz maliyyə hesabatlarına baxırıq və şirkətin hər il nəqd pul axımı nə qədərdir onu görürük və həmin məbləğləri indiki
belə deyək, indiki zamana gətiririk. Yəni şirkət tutaq ki, növbəti 5 il ərzində nə qədər nəqd pul əldə edəcək, onu hesablayırıq və həmin pul axımlarını da indiki zamana gətiririk. Problem deməyək, sual bu zaman yenə ortaya çıxır ki, bəs bu məbləğləri indiki zamana gətirərkən hansı faiz dərəcəsini istifadə etməliyik? Çünki biz düsturda demişik ki, 1/gəl faiz dərəcəsinə bölünür. Məsələn, birinci il üçün. Bu da yenə deyirəm, subyektiv bir ədəddir. Bu maliyyəçinin həmin şirkətin riski nə qədərdir, onu müəyyən etməsindən asılıdır ki, maliyyə 101 dərsi üçün bu çox qəliz mövzu olar. Ona görə o dərinliyə hələ ki varmırıq. Gəlin biraz səhmin nisbi qiymətləndirilməsindən danışaq. Mən burada bir nümunə vermişəm. Qiymət qazanc nisbəti. İngiliscə buna price to earnings ratio deyilir. Demək, informasiya texnologiyası sahəsində fəaliyyət göstərən iki səhm var. Bunlar məsəl üçün bizim nümunədə iki səhm var. Biri Google-un səhmidir. Bir səhmin qiyməti $273 və qiymət qazanc nisbəti 25-ə yaxındır. Və burada yazılıb 25-ə yaxındır. Yəni siz Google-un hal-hazırda bir səhm üçün qazandığı $1 üçün $25 ödəməlisiniz. Price to earnings ratio-nun anlamı budur. Google-un qazandığı bu e-earnings-dir. Bu Google-un qazandığı $1 qazancı üçün $25 ödəməlisiniz. İndi isə baxaq Apple-a. Apple Google-a oxşardır. Onların fəaliyyətlərinə baxsaz kifayət qədər oxşar işlərlə məşğul olurlar. Amma Apple üçün bu nisbət $31-dır. Yəni Apple şirkətinin qazandığı $1 üçün siz investor olaraq $31 ödəməlisiniz. Google-da bu $25 idi. Apple-da da $31-dır. Yəni siz belə bu müqayisədə görürsünüz ki, Google daha ucuzdur. Ona görə də bazar əməliyyatı olaraq Google-u alıb Apple-ı sata bilərsiniz. Təbii ki, bu bir məsləhət deyil. Bu şirkətlər arasında fərq var. Sadəcə price to earnings ratio ilə nisbi qiymətləndirmə belə aparılır. Bir nisbət seçilir və oxşar şirkətlərdə bu nisbət necədir, ona baxılır. Oxşar satışlar əsasında nisbi qiymətləndirilmə şirkətin nisbi qiymətləndirməsinə başqa bir nümunədir. Slaydda nə yazılıb? Rəqib şirkətin yaxın keçmişdə satış məbləği baxdığımız özəl şirkətin qiymətinin müəyyənləşdirilməsində yer ala bilər. Məsəl üçün, deyəlim ki, bizim bir şirkətimiz var. Bizə rəqib olan şirkət illik 1 milyon qazanırdı və o 7 milyona satıldı. Yəni qazandığı hər $1 $7 satıldı. İllik milyon qazanırdı, satıldı 7 milyona. Bizim öz şirkətimizin illik qiyməti 3 milyondursa, üzr istəyirəm, bizim şirkətin illik qazancı 3 milyondursa, satış qiyməti neçə ola bilər? Əgər bizim şirkətlər oxşardırsa ki, rəqib şirkətdirsə oxşardır, biz burada deyə bilərik ki, rəqib şirkət kimi bizim də $1 qazancımız $7 satıla bilər. Ona görə 3 milyon qazanan şirkətin satış qiyməti təqribi $21 milyon olasıdır. Çünki nisbət 7-dir. 3 milyonu 7-yə vuranda da 21 eləyir. Təbii ki, bu heç də daş üstündə yazılmış bir qanun deyil. Burada biz baxacağıq ki, doğrudan bəlkə rəqib şirkətdən bizim şirkət daha yaxşıdır, müəyyən üstünlüklərimiz var. O zaman 21 milyonun üstünə müəyyən məbləğ gəlinə bilər. Son olaraq kəmiyyət və keyfiyyət üsullarından istifadə haqqında danışaq. Bizim verdiyimiz nümunələrdə sadə riyaziyyatdan istifadə olundu. Müxtəlif nisbətlər götürdük, onları vurduq və yaxud da istiqrazın kuponlarını, şirkətin səhmlərinin ilkin dəyərini hesabladıq və bunlar maliyyənin kəmiyyət hesablamalarına müxtəlif nümunələr idi. Amma heç də həmişə bu riyazi üsullara tam inanmaq olmur. Gərək maliyyəçi özü keyfiyyət üsullarından da istifadə eləsin. Məsələn, iki şirkətin qiymət qazanc nisbətinə baxırıqsa, maliyyəçi onu müəyyənləşdirməlidir ki, həqiqətən də bu şirkətlər bir-birinə oxşardırmı? Bəlkə birinin hansısa sahədə fəaliyyətləri var ki, digər rəqib şirkət o sahəyə hələ girişməyibdir ki, bu da həmin sahədə olan şirkət üçün bir üstünlükdür. Yəni, kör-körənə şəkildə götürüb müxtəlif qiymətləndirmə üsullarını, bu riyazi düsturları tətbiq edib uğur qazanmaq asan deyil. Gərək bu nisbətlər niyə bir-birindən fərqlənir, onu da başa düşəsiniz. Belə. Bu dərsdə biz qiymətləndirmə üsullarından danışdıq
növbəti son mühazirəmizdə isə, ən azından Maliyyə 101 dərsinin son mühazirəsində isə nəzəri maliyyə mövzularından danışacağıq. Sağ olun.